Günləri biz Photoshop'da flip, rotate və perspektiv mövzularından bəhs edəcəyik. İlk öncə bir şəklimizi ekrana gətirərkən şəklin kənarında belə bir qıfıl işarəsi var. Bu şəkli hərəkət elətdirmək, yəni şəkli artboardda bağlayır. Biz onu hərəkət elətdirə bilmirik. Amma biz o qıfıl işarəsini söndürdükdə şəklimizin kənarında markerlər yaranır. Bu markerlərin hansına yaxınlaşıb iki tərəfli ox vasitəsilə aşağı yuxarı, sağa sola hərəkət elətdirsək, baxın, şəklimiz böyüyüb balacalanır. Bu Photoshop'da scale funksiyasıdır. Sağ düyməni basdıqda scale funksiyası buradadır. Eyni zamanda biz buradan rotate funksiyasını görə bilirik. Rotate funksiyasını aktivləşdiririk. Şəklin kənarında, baxın, kənarındakı markerlərin hansına yaxınlaşsaq, bu aktivləşir. Baxın, artıq aktivdir. İstədiyimiz kimi döndərə bilirik. Ctrl-Z eləyirik, bunu söndürürük. Bu zaman scale vasitəsilə bunu balacaladırıq. Biz sağ düyməni basıb rotate aktivləşdirmədən də markerlərə yaxınlaşsaq, hər hansı bir markerə artıq rotate funksiyası avtomatik olaraq aktivləşir. Yenə eyni funksiya ilə baxın, eyni funksiyonu döndərə bilirik şəklimizi. Sağa və sola, yuxarı, aşağı, hətta baxın 360 dərəcə döndərə bilirik. Ctrl-Z edib prosesi geri qaytarırıq. Əgər bunu söndürsək, bu işarəni biz söndürsək, sağ düymə üzərindəki parametrlərin heç birini görə bilməyəcəyik. Misal, söndürürəm. Sağ düyməni basıram, artıq heç bir parametri görə bilmirik. Biz bu funksiyanı aktivləşdirmək üçün Ctrl-T-ni basırıq. Avtomatik proses aktivləşir və baxın, işarəmizi burada görünməyə başladı. Sağ düyməni basdıqda da eyni parametrləri biz burada görə bilirik. Burada rotate var. 180 dərəcə baxın, şəklimizi döndərir. Eyni zamanda yenə sağa basırıq, 90 dərəcə. Baxın, eyni formada. İstədiyimiz istiqamətdə, daha doğrusu özünün verdiyi parametrlər əsasında şəklimizi döndərir. Bir də flip horizontal, flip vertikal var. Flip horizontal şəkli soldan sağa, sağdan sola hərəkətini dəyişir. Ctrl-Z eləyirik. Flip vertikal yuxarıdan aşağı, aşağıdan da yuxarı şəklimizin istiqamətini dəyişir. Biz bu flip vertikal və horizontal funksiyalarını burada da edə bilirik. Şəklimizin aşağı hissəsində avtomatik çıxır. Bu zaman baxın, eyni funksiyanı görürsünüz. Hətta bunu da yoxlayaq, eyni funksiyanı yerinə yetirir. Down'ı basdıqda artıq o parametrləri söndürürük və sağ düymə üzərindəki heç bir parametri görə bilmirik. Yenidən bunu aktivləşdirmək üçün Ctrl-T düyməsini basırıq. Artıq bütün parametrlərimiz buradadır və biz bunları istifadə edə bilirik.